Amma Yəni iştahla, bilirsinizsə sözünüzü kəsirəm, iştah, demək, şəhvət, bunlar eyni kökəndən etimologiyada gəlir. İştah, şəhvət, bəli, bunların kökü ərəbcədə eyni bəli. istəməkdən, yəni nə şəkildə istəyirsən. Eynən və ona görə, yəni iştah dediyimiz, yəni şişib qalxa bilir. O da şəhvətdən irəli gəlir. Bu yalnız insana qarşı deyil. Misal üçün mən gedib oturub bir yerdə bir yemək yeyirəm. Əgər ehtirasla yemək yeyirəmsə, bu o deməkdir ki, nə yeyəcəyi bilirsən, nə istəyəcəyi bilirsən, hara, yəni yeməyin üçün sənə nə lazımdırsa, harda veriləcəyin, gedəcəyin yeri bilirsən. Şəhvət isə budur. Misal üçün, ehtirasla yemək budur. Mənə yarım pors bundan bunu da içəcəm. Yəni, nə qədər yeyib doyacaqsan, bunu bilirsən. Qədəri bilirsən, limiti bilirsən. Sənə nə ehtiyacdır, onu bilirsən. Biri də var şəhvət. Şəhvət nədir? Gedirsən hər hansı bir yerə, stolu doldurursan. Götür gəlsin. Bu boyda yemək yersən, qalanı qalır. İsraf olur, xarab olur. Amma sən orada hər şeyi ala bilərəm. Yəni, bir ego savaşı içərisində girmiş olursan, bu şəhvətdir və ona görə insan özünü tanıması çox önəmlidir. Ən böyük şərt münasibətə girəndə insan özünü tanımasıdır. Yəni, mənə nə lazımdır, mən nə ilə xoşbəxt ola bilirəm, məni nə doyuzdura bilər, mən nəyi sevirəm, hansı rəngi sevirəm, hansı paltarı sevirəm, hansı şəhəri sevirəm, özüm haqqında hansı bilgilərim var, özümün sevmədiklərim nələrdir, gücüm çatmayan şeylər nələrdir, bunları bilmən lazımdır.